Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina habibi kulubina şefi'i zunubina Ebil Qasim Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed ve ala alihi tayyibin tahirin el ma'sumin el mukarremin. Rabbi şirah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu qavli. Qalallahu Teala fi muhkemi kitabih. Bismillahirrahmanirrahim. İnna a'teynakel kevser. Fasalli li rabbike venhar. İnne şâni'eke huvel ebter. Amenne billah ve sadakallahul aliyyul azim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Cümə gününüz mübarək olsun əziz möminlər. Allah Teala sizləri və bizləri bu mübarək günün bərəkətindən, rəhmətindən, ruzisindən bir nəsib etməsin inşallah. Bilirsiniz ki, bugün noyabr ayının 7'si, sabah noyabr ayının 8'i 44 günlük vətən müharibəsində əldə olunan zəfərimiz, qələbəmizin 5-ci il dönümüdür. 2020-ci il başlanan 44 günlük müharibə sonda Şuşanın, Qarabağımızın gözü bəbəyi, Azərbaycanımızın ən əziz, sevimli diyarı Şuşanın azad olunması ilə artıq mənfur düşmən üzərində qələbəmizi təmin etdik. Sabah inşallah günorta zöhr əsr namazlarından sonra Quran-ı Kerimdən surələr oxunacaq, dualar ediləcək, şəhidlərimizin ruhuna dualar edəcəyik, qazilərimiz Allah Teala can sağlığı versin, xəstələrin tezliklə öz sağlıqlarına qovuştursun. Ərəb dilində zəfər kəlməsi, nəsr, fəth və ya qələbə kəlməsi bunlar bir-birinə yaxın mənalı kəlmələrdir ki, bəzən biz bunları tərcümədə elə hamısını eyni mənada zəfər çalmaq, qalib gəlmək, qələbə əldə etmək kimi deyirik. Amma hər birinin özünə məxsus müəyyən mənat çalarları var. Allah Quran-ı Kerimdə məsələn nəsr barəsində "Və nəsrun minallah və fəthun qarib" Allah tərəfdən bir nəsr, bir yardım və yaxın bir fəth var. Və yaxud da "İzə cəə nəsrullahi vəl fəth" elə ki gördün Allahın yardımı gəldi, dəstəyi gəldi və fəth gəldi, çıxdı, insanlar dəstə-dəstə dinə daxil oldular. Zəfər kəlməsinin də özünə məxsus bir mənası var. Məsələn, qələbə kəlməsi üstünlük anlamındadır ki, adətən Quran-ı Kerimdə də möminlər üçün işlədilibdir. Ki, Allah Quran-ı Kerimdə də buyurur, Ənfal surəsi 65-ci ayədə "Ya eyyuhan nəbi harridil mu'minina aləl qital" Ey Peyğəmbər, möminləri döyüşə təşviq et, döyüşə həvəsləndir. İn yakum minkum 20 sabirun yaglibu 200. Əgər sizlərdən 20 nəfər səbr edən olarsa, bunlar 200 nəfərə qalib gələrlər. Və in yakum minkum 100. Əgər sizlərdən 100 nəfər olsa, yaglibu 1000 nəfərə qalib gələrlər. Bir də zəfər kəlməsi var ki, bu ərəb dilində qartalın caynağına deyilir. Bəzən dırnağa da zəfər kəlməsi buradan əzfar cəmidir, işlədilir. Sanki bu kəlmədə belə bir məna çalar var ki, insan bu qələbəni dişi ilə, dırnağı ilə, caynağı ilə çalışaraq, vuruşaraq əldə eləyir. Bizim zəfər günümüzdə bu məna çalarlarının demək olar ki, hamısı var. Biz 30 il olan bir müddətdə ki, torpaqlarımız işğal olunmuşdu. İçimizdə bir qisas hissi var idi, bir intiqam hissi var idi. Biz düşmənimizdən bu intiqamı almalıydı, bu haqq və ədaləti bərpa etməliydik. 44 gün ərzində bizim mərd igidlərimiz, bütün vətəndaşlarımız, dövlət başçısına tutmuş ən sadə vətəndaşı kimi hamımız bir olduq, bir yumruğa çevrilib düşmənə qalib gəldik. Dirilik birlikdədir, vəhdətdədir, həlak parçalanmadadır, təfriqədədir. Nə vaxta qədər ki, inşallah biz bir olacağıq, vəhdət olacağıq, birlik olacağıq, hər zaman Allahın izni ilə düşmənlərimizə qalib gələcək, düşmənlərimiz bizə qarşı heç bir şey edə bilməyəcək. Allah Teala bizim birliyimizi, vəhdətimizi əlimizdən almasın inşallah. Və bu zəfər günü münasibəti ilə bütün xalqımızı, bütün möminlərimizi təbrik edirik. Allah şəhidlərimizi, şəhidlər sərvəri İmam Hüseyn əleyhissalam və Kərbəla şəhidləri ilə məhşur eyləsin.
Xəstə qazilərimizi tezliklə öz sağlıqlarına qovuştursun. Vətənimizi qoruyan o əskər balalarımızı, zabit qardaşlarımızı yerin göyün bəlasından, düşmənin hiləsindən hifz eyləsin. Bu günlər həm də bilirsiniz, xanım Zəhra salamullah əleyhanın şəhadət günləridir. Quran-ı Kərimdə iki ayəni istəyirəm müqayisə eləyək. Ümumiyyətlə, Quran-ı Kərim bilirsiniz, Quranın ayələri biri-birini təsdiq edər, biri-birini təfsir edər, biri-birini izah edər. Quran-ı Kərimdə ayələr biri-birini təkzib etməz. Ola bilər ki, bəzən kimsə, məsələn, ayələrdən nəsə bir anlaşılmazlıq başa düşər. Amma dərin düşünsə görəcək ki, Quranın ayələri bir-birini təsdiqləyir, heç vaxt bir-birini təkzib etmir. Quran-ı Kərimdə Allah Teala bir ayədə buyurur ki, وَلَسَوْفَ يُعْتِيكَ رَبُّكَ فَتَرْضَى Ya Resulallah, bir gün sonra Rəbbin sənə verəcək, sonra Rəbbin sənə əta edəcək, fətarza və sən də razı olacaqsan. Bu ayə Zuha, Duha surəsindədir. Və-duha və-leyli izə səcə, mə vəddəəkə rabbuka və mə qala. Ki, Rəbbin sənlə vidalaşmayıb, səni tərk etməyib. Və-ləsəvfə yu'tikə fətarza, sonra Rəbbin sənə əta edəcək və sən razı qalacaqsan. Ələm yecidkə yetimən fəəva. Sən yetim idin, Allah sənə sığınacaq verdi. Əbu Talib kimi bir əmin səni öz himayəsinə götürdü. Və vəcədəkə ailən fəəğna, fəqir idin, Allah səni zənginləşdirdi. Bu ayədə ki, Allah buyurur, وَلَسَوْفَ يُعْتِيكَ رَبُّكَ فَتَرْضَى Rəbbin sonra sənə əta edəcək və sən razı qalacaqsan. Əta sözünün mənası nədir? Ərəb dilində bir hibə var, bir hədiyyə var, bir də əta var. Bunlar sinonim deyil. Bu sözlərin hər birinin özünə məxsus bir mənası var. Və yaxud da mənasında fərqli bir cəhət var ki, o digər sözdə mənasında bu cəhət yoxdur. O Quran-ı Kərimdə tədəbbür deyilən bir metod var. Yəni, Quran ayələrini düşünərək ayənin sətrinin altında gizli olan mənanı tapmaq. Burada bir neçə mərhələlər var. Bir də budur ki, sözün seçilməsi. Niyə Allah məhz bu sözü seçib burada? Məsələn, biz sənə ətəyna sözünün yerinə başqa bir kəlməni də işlədə bilərdi. Deyərdi ki, məsələn, vələsəvfə nuhibbukə sənə vəhəb sözünü, hibə sözünü işlədərdi. Biz sənə bəxş edəcəyik işlədərdi. Ətəyna kəlməsinin burada özünə məxsus bir mənaçaları var. Hibə, ümumiyyətlə, başqa birinə nəsə verirsən və onu həmin verdiyin bir şeyi maliki, mülkiyyət sahibi edirsən. Hibə budur. Hədiyyə adətən sevgi qazanmaq üçün və ya sevdiyin şəxsə verirsən, ya da qarşı tərəflə istəyən aranda sevgi, məhəbbət olsun. Bu zaman verilən bir şeydir, bəxşişdir. Hədis-i şərifdə Həzrət Rasulullah sallallahu aleyhi və səlləm Allahümme Muhammed Accel fərəcan. Allah Resulü buyurur ki, Təhədu təhabbu. Bir-birinizi hədiyyə verin ki, bir-birinizi sevəsiniz, bir-birinizi sevin. Bir də var əta etmək. Əta ən dəyərli bir şeyi verməyə deyilir. Digərlərindən fərqləndirən budur. Verirsən, bəxş eləyirsən, birinə bəxşiş verirsən, hədiyyə verirsən, amma ən dəyərli bir şeyi verirsən. Bu dəyərsiz bir şey deyil, burada bir dəyər var. Çox bahalı bir şeydir və ya buna qiymət biçilə bilməz bir şeydir. Allah Rasuluna buyurur ki, وَلَسَوْفَ يُعْتِكَ رَبُّكَ فَتَرْضَى Sonra Rəbbin sənə əta edəcək, ya Rasulallah, və sən razı qalacaqsan. Yəni, sənə o qədər dəyərli bir şey verəcək, o qədər dəyərli, qiymətli bir şey əta edəcək ki, sən bunun müqabilində sevinəcəksən, razı qalacaqsan. Sən qəlbi sevindirəcək, ruhu sevindirəcək. İndi Quran-ı Kərimə baxaq görək ki, Quran-ı Kərimdə Allah bu vədi verib ki, Peyğəmbərə Allah vədinə müxalif çıxmaz. Harda qeyd edir ki, ya Rasulallah, biz sənə əta etdik, bax filan şey. O şey ki, sənə demişdik, verəcəyik, sən razı qalacaqsan və onu da sənə verdik. Quran-ı Kərim başdan incələsək, gör, gəlib bir dənə Kəvsər surəsində dayanırıq. İnnə a'təyna kəl-kəvsər. Biz sənə Kəvsəri əta etdik. Yəni, Kəvsər çox dəyərli bir nəsnədir ki, dəyərli bir şeydir ki, ya Rasulallah, biz bunu sənə əta etdik. Kəvsər, təfsir alimlərinin dediyinə görə, çox xeyirli bir anlamındadır. Xeyri çox olan, faydası çox olan, mənfəəti çox olan bir şey. Bəzi alimlərin də izahlarında qeyd olunur ki, ərəb dilində, bilirsiniz də, ərəb dili qrammatik qaydaları bizim dilin qrammatik qaydalarından çox fərqlidir. Ərəb dilində sözlərin qəlibləri var, modelləri var. Ərəb dilində
fəvəl modeli yoxdur, qəlbi yoxdur. Belə bir vəzn yoxdur. Yəni başqa kəlmələr bu vəzində işlənməyib. Bir dənə elə Kəvsər sözü var ki, o da ilk olaraq da Quranda gəlib. Qurandan öncəki mətnlərdə rast gəlinməyibdir. Qurandan sonraki mətnlərdə Qurandan götürülərək bu sözdən istifadə oluna bilər. Bəzi tədqiqatçıların rəyinə görə Kəvsər sözü İbrani dilindən ərəb dilinə keçmə sözdür. Mənası da paklıq deməkdir. İbrani dilində kaşar və ya kaşər sözü və ya kaşar sözü var ki, paklıq mənasındadır. İndi də İbranilər bu sözü işlədirlər. Pak ət, halal ətə işlədirlər bu sözü. Ki, Kəvsərdən məqsəd biz sənə bir paklıq əta etdik. Hər halda paklıq və ya çox mənfəət, çox xeyirli bir şey əta etdik. Nədir bu çox xeyirli olan bir şey ki, Quran buna Kəvsər deyir? Hədislərə müraciət etdikdə bəzi hədislər deyir ki, Nəhrun fil cənnə, cənnətdə bir çaydır və cənnətdə bir hovuzdur. Allah Rəsuluna, əhl-i beytinə və əhl-i beyti sevənlərə vəd olunubdur. Onlara veriləcək bir mükafatdır. Bayaq dedik axı sözümüzdə, Quran ayələri bir-birini təsdiq eləyir. Quranın bir ayəsi digər ayəsini təfsir eləyir. Bu 3 ayədən ibarət olan bir surədir. Quranın ən kiçik surəsidir, Kəvsər surəsi. İnnə a'teynəkəl Kəvsər, biz sənə Kəvsəri əta etdik. Sonraki növbəti ayəni oxuyaq. Fasalli li rabbikə vənhər, Rəbbin üçün namaz qıl, vənhər, qurban kəs. Bu ayədən Kəvsər sözünün mənasını anlamırıq hələ. 3-cü ayəyə keçirik. İnnə şəniəkə huvəl əbtər. Sənə düşmənçilik eləyən, sənə tənə vuran özü sonsuzdur. Onun sonu kəsik olacaqdır. Əbtər ərəb dilində yəni kəsilmiş anlamındadır. Bir insanı ki soyub, bitir, davam etməyəcək əbtər deyərmişlər. Və ərəblərdə bir kəsin oğlan övladı olmayanda onu da sonsuz adlandırırmışlar. Ona da əbtər deyirmişlər. Həzrət Rasulullah sallallahu aleyhi və səlləm bilirsiniz, xanım Xədicə Kübradan 2 oğlan övladı olub, Peyğəmbər sağ ikən kiçik yaşlarında dünyalarını dəyişdilər. Hətta sonra Mədinədə də İbrahim adlı bir oğlu oldu, 1 il yaşadı, İbrahim də dünyasını dəyişdi. 3-cü ayə Kəvsəri bizə izah eləyir. Nədə tənə tutdular Rasulullah? Tənə vurdular ki, sənin soyun davam eləməyəcək, sənin soyun kəsiləcəkdir. Amma Allah bu tənənin müqabilində deyir ki, o sənə ki, o kəs ki tənə vurur, onun öz soyu quruyacaq, onun öz soyu kəsiləcək. Biz sənə Kəvsər əta eləmişik. Buradan anlayırıq ki, Kəvsər mənalarına biri Peyğəmbərin soyuna işarədir. Həzrət Rasulullahın soyu kimdən davam eləyib? Yalnız xanım Zəhra salamullah aleyhadan davam eləyibdir. Allah Rəsulunun bir hədisdə buyurur ki, hər bir kəsin soyu, sülaləsi öz belindəndir, mənim soyum, sülaləm Əli ibn Əbi Talib və Fatimədəndir, aleyhissalam. Uca məqamlarına bir salavat zikr eləyək. Və sallə alə Muhammed və ali Muhammed. Xanım Zəhra salamullah aleyha sonsuz xeyirdir, sonsuz bir bərəkətdir. Və buna ən böyük dəlil də elə nədir? İmamətin anasıdır. Nübüvvətdən gələn o nuraniyyət xanım Zəhra və Əli əleyhissalamla birləşərək, vilayətlə birləşərək imamətin davamıdır. İmamət bərəkəti xanım Zəhra salamullah aleyhadandır. Ən böyük elə çoxlu xeyr məhsələ budur. Ki, axirətdə hələ bunun xeyrini, bunun şəfaət məqamlarını biz inşallah görəcəyik. Xanım Zəhra salamullah aleyhanın tanımaq istəsək, tanımanın yollarından biri də xanımın adları vasitəsilə xanımı tanımaqdır. Quran-ı Kərimdə bir ayə var, buyurur: "Velillahil əsmaul husna fəd'uhu biha." Gözəl adlar Allaha məxsusdur. Bu adlarla Allaha çağırın, Allaha dua eləyin. Əgər biz istəsək Allahı tanıyaq, Allahı necə tanıya bilərik? Biz Allahın zatını tanıya bilmərik. İnsan ağlı Allahın zatını dərk eləyə bilməz. Çünki sonsuz bir varlığı biz istəyirik məhdud ağlımızla dərk eləməyə çalışaq. Allahı biz əlamətləri ilə, ayələri ilə, nişanələri ilə tanıyırıq. Necə ki, Quran-ı Kərimdə buyurur: "Sənurihim ayatina fil afaq və fi anfusihim hatta yatabayyana lahum ennehu'l haqq." Biz öz nişanələrimizi, ayələrimizi göylərdə, üfüqlərdə, təbiətdə, kainatda və insanın özündəki olan o ayələrimizi insana göstərəcəyik. Ta insana bəyan olacaq həqiqətən Allah haqqdır. Əvələm yəkfi bi rabbika ennehu ala kulli şeyin şəhid. Təkcə bu kifayət etməzmi ki, Rəbbin hər şeydə müşahidə olunur? Allah hər şeydə müşahidə olunur, əlamətləri ilə, nişanələri ilə biz Allahı tanıyırıq. Və ki, Allahı tanıma yollarından biri də Allahın adları vasitəsilə Allahı tanımaqdır. Çünki isimlə müsəmma, adla məna üst-üstə düşür. İlahi adlar Allah'dakı o mənaları, o xüsusiyyətləri bizə çatdırmaq üçündür.
Ki Allah məsələn qadirdir, əlimdir, həkimdir, raziqdir, rəzzaqdır, Allahın adlarıdır. Bunlar Allahın sifətlərindən götürülmüş adlardır ki, biz bu adlar vasitəsilə Allahı tanımağa çalışırıq. Çünki bu adlar Allah'dakı o mənalara, həqiqətləri təmsil eləyir. Söz mənanı çatdırır, məna da bir həqiqəti əks etdirir. Quran-ı Kərimdə başqa bir ayədə buyurur ki, قُلُ ادْعُوا اللّٰهَ اَوْ ادْعُوا الرَّحْمَنَ اَيَّمَّا تَدْعُوا فَلَهُ الْأَسْمَاءِ الْحُسْنَى De Allah'a da çağırsanız, Rəhman da deyib çağırsanız, ən gözəl adlar Allah'a məxsusdur. Bütün o kamil sifətlər, kamil xüsusiyyətlər ki, bunları insan sözlə ifadə edir, Allah'a çağırır, bunlar Allah'a məxsusdur. Bir hədisdə də buyurur ki, İnne lillahi tis'un ve tis'une ismen. Allah'ın 99 adı var. Men tehallaka biha ev men ahsaha. Kim bu adların əxlaqlansa veya bu adları saysa, adları saymaktan da məqsəd, yani bu adlardaki mənaları özündə təcəlli etdirmək. Dəxələl cənnə, cənnətə daxil olar. Demək, Allahın adları ilə biz Allahı tanımağa çalışırıq. İndi istəyirik ki, Xanım Zəhra Salamullah Əleyhanın adları ilə ki, Allah və Peyğəmbər tərəfindən bu adlar verilib xanıma, bu adlardakı xüsusiyyətlər vasitəsilə xanımın sahib olduğu xüsusiyyətləri bilək və bu yoldan Xanım Zəhra Salamullah Əleyhanı tanıyaq. İsim iki qismə bölünür. Bəzən biz məsələn övladımızın adını Salih qoyuruq, amma əməli salih olmur. Bəzən məsələn adil qoyuruq, amma ədalətli olmur. Cavad qoyuruq ki, mənası səxavətlidir, amma səxavətli olmur. Yəni adla məna, isimlə müsəmma üst-üstə düşməyə bilir. Allah Taala'nın adları, Əsma-ül Hüsnası mənanı əks etdirir. Bu tamam fərqlidir. Eləcə də Xanım Zəhra Salamullah Əleyhanın adları, ümumiyyətlə Əymi Ətharın, Peyğəmbər və Əhl-i Beytin adları onlarda olan mənanı əks etdirir. İsimlə müsəmma eyniyyət təşkil edir. İsimlə müsəmma mütabiqdir bir-birinə. Bir-birindən fərqli deyil, bir-birinə zidd deyil. Xanım Zəhra Salamullah Əleyhanın adlarından ən məşhuru Fatimədir. İmam Rıza əleyhissalam atalarından, ta Əli ibn Əbi Talibdən, ta Həzrət Rəsullahdan bu hədisi nəql edir ki, Allah Rəsulu buyurdu ki, Ya Fatimətu, ətədrinə limə summiti Fatimə ki, ey Fatimə, bilirsən niyə sən Fatimə adlanıbsan? Deyir, Əmir əl-Mömin əleyhissalam orduydu, Əli əleyhissalam dedi ki, Ya Rasulallah, niyə Fatimə adlanıb? Peyğəmbər buyurdu ki, Ləənnəha futimət hiyə və şiətuha minənnar. Çünki o və onu sevənlər cəhənnəm odundan uzaqlaşdırılıbdır. Fatama mənasından biri uzaqlaşdırmaq, kənarlaşdırılmaq. Ki, Xanım Zəhra və onu sevənlər cəhənnəm ateşindən uzaqdılar. Bir məna budur. Hətta bəzi hədislərimizdə də var ki, Xanım Zəhra Salamullah Əleyhanın mehri nə idi? Qiyamət günü günahkar bəndələrə şəfaətdir, Allahdan şəfaət istəməkdir. İkinci məna Fatimənin mənası budur ki, futimət minəş-şərr, şərdən, pisliklərdən uzaqlaşdırılıbdır. Bu barədə də İmam Cəfər Sadiq əleyhissalamdan belə bir hədis nəql olunur ki, Həzrət buyurdu, Tədri eyyü şeyün təfsiru Fatimə? Bilirsən ki, ravi deyir, dedi ki, mənə deyir, bilirsən ki, Fatimə sözünün mənası nədir? Dedim ki, yox mənim ağam, sən söylə, mən də bilim. Buyurdu ki, futimət minəş-şərr. Çünki şərdən kənarlaşdırılıbdır. Pisliklərdən uzaqdır, çirkinliklərdən, o mənəvi çirkinliklərdən uzaqdır. Təthir ayəsinin, Əhzab surəsi 33-cü ayəsinin ən bariz göstərisidir Xanım Zəhra Salamullah Əleyha. Ravi deyir, sonra o Həzrət bu sözü dedi. Dedi ki, əgər yer üzərində Əmir əl-Möminin Əli ibn Əbi Talib əleyhissalam olmasaydı, Adəmdən bu yana Fatiməyə tay bərabər tutulacaq bir kişi tapılmazdı, bir kişi olmazdı. Yəni, paklıqda, ucalıqda bu qədər yüksəklikdə, bu qədər kamillikdədir. Fatimə sözünün üçüncü mənası da budur ki, Futimən-nəs ən ma'rifətiha. İnsanlar onu tanımaqdan uzaqdılar. Elə bilirik, tanıyırıq, amma tanımırıq. İmam Cəfər Sadiq əleyhissalamdan nəql olunan bir hədisdə Həzrət buyurur ki, İnnəmə summiyyət Fatimətu li'ənnəl xəlqə futimu ən ma'rifətəha. Ona görə deyir, Fatimə adlanıb ki, xəlq, insanlar onu tanımaqdan məhrumdular, onu tanımaqdan uzaqdılar. Bu ad Əhl-i Beytin çox sevdiyi bir adı idi, Fatimə adı. Və insanlar da Fatimə Salamullah Əleyhanı biz elə bilirik, tanıyırıq, hələ biz tanımırıq. Yəni, Fatimə barədə həqiqətləri biz qiyamətin günündə, bütün pərdələrin qalxdığı gündə anlaya biləcəyik. Ona görə də Fatimə Zəhra Salamullah Əleyha, bax, Qədr surəsinə bənzədilib, bir təşbih var. Şimdi Qədrin həqiqətini, Qədr surəsinin hansı gecə olduğunu və ümumiyyətlə o gecədə baş verənlərin həqiqətini biz hələ bilmirik, dərk edə bilmirik, bəşər evladı bunu dərk eləyə bilmir.
Eləcə də xanım Zəhra salamu əleyha. Əhl-i bu adı çox sevirdi. Bir gün İmam Cəfər Sadiq əleyhissalamın sahabələrindən birinin övladı olmuşdu. Övladı dünyaya gəlmişdi, bir qız övladı. Gəlmişdi İmam Sadiq əleyhissalamın yanına. İmam Sadiq əleyhissalam ondan soruşdu ki, yəni eşitmişəm ki, Allah sənə bir qız övladı verib. Bimə səmməytəhə, onu nə adlandırdın, onu nə adı verdin? Həmin sahabə dedi ki, Peyğəmbər övladı, səmməytəhə Fatimə, onu Fatimə adlandırdım. İmam Sadiq əleyhissalam yarı təəccüb və yarı heyrətlə bu söz dedi ki, Fatimə, yəni Fatimə adlandırdın. Sonra da salamullah aləl Fatimə, Allahın salamı olsun Fatiməyə. Deyir, madam ki, sən onu Fatimə adlandırmısan, onu heç zaman vurma ginən, incitmə ginən, ona təhqir edici sözlər demə ginən, həmişə hörmətlə yanaş ona. Xanım Zəhranın məşhur adlarından da biri Siddiqədir. Siddiqə bu sidq sözündən, doğruçuluq mənasından götürülübdür. Mübaliğə formasıdır. Saduq, yəni doğru danışan. Siddiq daha çox doğru danışan. Bunun da məna çalarlarında deyilir ki, siddiq o kəsə deyilir ki, çox doğru danışandır. Digər bir mənası da budur ki, heç vaxt yalan danışmayandır. Heç zaman yalan danışmayıbdı. Üçüncü bir məna da deyilib ki, siddiq o kəsə deyilir ki, siddiqdə, doğruluqda ən kamil zirvəyə gəlib çatıbdır. Sözü ilə əməli hər zaman mütabiqdir, uyğundur, üst-üstə düşür. Siddiqlər Allah yanında böyük dərəcəyə sahib olanlardır ki, Allah Quran-ı Kərimdə onu peyğəmbərlərlə, şəhidlərlə eyni məqamda qeyd eləyibdir, adlarını çəkibdir. Onlar üçün xüsusi bir mükafatlar var, onlar üçün məxsusi bir dərəcələr var. Nisa surəsi 69-cu ayədə Allah buyurur ki, və mən yuti'illəhə və rəsul. O kəs ki, Allaha və Rəsula itaət eləyə, fəuləykə məəlləzinə ən'amallahu aleyhim. Onlar o kəslərdir ki, Allah onlara nemət bəxş edibdir, nemət veribdir. Kimlərdir onlar? Minən nəbiyyinə və sıddiqinə və şühədəi və salihin. Peyğəmbərlərdən, siddiqlərdən, şəhidlərdən və əməli salihlərdəndir. Və hasunə uləikə rafiqa. Və onlar ən gözəl yoldaşlardır. Nemət verilmiş insanlar bunlardır. Biz ki, Fatihə surəsinin namazda ki, oxuyuruğa, İhtinas sıratal müstəqim, sıratəl-ləzinə ən'amtə aleyhim. İlahi, biz o kəslərin yoluna yönəlt ki, onlara sən nemət bəxş etmişsən. Kimlərdir onlar? Bax, onlar Allahın peyğəmbərləridir, siddiqlərdir, şəhidlərdir, əməli salih insanlardır. Ki, xanım Zəhra salamullah aleyha da həmin siddiqlərdəndir. Bəzən insan görürsən, məsələn, Allah peyğəmbəri Allahın kitablarını, səmavi kitabları, şəriətin hökmlərini təsdiqləyir, dillə təsdiqləyir, amma əməldə buna müxalif çıxır. Allahın varlığını təsdiqləyir, bilir ki, Allah hər zaman hər şeydən xəbərdardır. Biz hər zaman Allahın huzurundayıq, dillə bunu təsdiqləyirik, buna iman gətiririk, amma bəzən neyinirik, günah eləyirik. Bu təsdiqlədiyimizi əməlimizlə sanki inkar etmiş oluruq. Və yaxud insan bilir ki, onun öhdəsində məsələn zəkat var, xumus var, amma neynir? Vermir bunu. Təsdiqlədiyini əməli ilə inkar eləyir. Amma siddiq odur ki, dilin dediyini, qəlb və əməl bunların üçünün vəhdəti var. Tək dildə təsdiqləməyibdir. Qəlb də bunu təsdiqləyib və qəlbdə təsdiqlədiyini də əməli şəkildə göstəribdir. Xanım Zəhra bu siddiqlərdəndir ki, gəlib bu mərtəbəyə çatıbdır. Allah Rəsulü onu siddiqə adlandırıb. Həzrət Rasulullah sallallahu aleyhi və səlləm əleyhissalama dedi ki, ey Əli, sənə üç şey bəxş olunub ki, o üç şey heç mənə də bəxş olunmuyub. Hansılardır ya Rasulallah? Buyurdu ki, sənin mənim kimi bir qaynatam var. Amma mənə belə bir qaynata bəxş olunmuyubdur. İkincisi buyurdu ki, sənin utitə zövcətən siddiqə. Sənə siddiqə bir zövcə nəsib olubdur ki, o da mənim qızımdır. Amma mənə onun kimi, ona bənzər biri verilməyibdir, bəxş olunmuyubdur. Üçüncü də budur ki, utitəl Həsənə vəl-Hüseynə min sulbikə. Sənə öz sülbündən Həsən və Hüseyn verilibdir. Və ləm u'tə min sulbi misləhuma. Amma onların kimisinin mənim sülbümdən mənə bəxş edilməyibdir. Amma bu ilə yanaşı vələkinnəkum minni və ənə minkum. Amma siz hamınız məndənsiniz, mən də sizdənəm. Xanımın digər bir adı Zəkiyyədir. Ki, Zəkiyyə sözünün mənası nədir? Quran-ı Kərimə baxdıqda, Quran-ı Kərimdə zəkat sözü də buradan götürülüb. Bir neçə mənada işlənim. Allah buyurur, qad əfləhə mən zəkkəha və qad xabə mən dəssəha. Nəfs barəsində danışır. Deyir, hər kəs nəfsini paklayarsa, deməli, zəkiyyə mənalarından biri də nədir? Paklıq anlamındadır. Hər kəs əxlaqı pisliklərdən, çirkinliklərdən, mənəvi çirkinliklərdən özünü paklayarsa, batinini paklayarsa,
Qəzəb kimi, həsəd kimi, qeybət kimi, paxıllıq kimi, simiclik kimi, dünya sevgisi kimi bütün bu çirkin xüsusiyyətlərdən arınarsa, xanım zəkiyyədir, yəni bütün bu pisliklərdən pakdır, ucadır. Və yaxud da başqa bir ayda buyurur, əqətəltə nəfsən zəkiyyə. Xızır Peyğəmbərlə Musa yola çıxanda Musa Peyğəmbərin Xızıra dediyi, o uşağı ki qətlə yetirir, deyir, sən deyir, günahsız bir insanı öldürdün. Ki burada da görür ki, zəkiyyə sözünün bir mənası da nədir? Günahdan uzaq, paklıq. Necə ki, başqa bir ayda da buyurur ki, لَأَهَبِلَّكِ غُلَامًا zəkiyyə. Həzrəti Məryəmə gözünə Cəbrail əleyhissalam görsənəndə, dedi, mən gəlmişəm Rəbbim tərəfimdən sənə zəki bir uşaq, yəni pak bir uşaq verəm ki, pakdır, bütün günahlardan uzaqdır. Xeyrin bütün xüsusiyyətləri onda cəm olubdur. Xanım Zəhra bu mənada bütün xüsusiyyətlər onda var. Bir də zəkiyyə sözünün mənası, zəkat sözü də buradan götürülüb. Çoxluq, xeyir, fayda. Biz məsələn vacib sədəqə ki var, ona zəkat deyilir, 9 mənfəət növündən çıxarılır ki, kim malının zəkatını verəsə, yəni o malın zəkatını vermək malı azaltmaz, malı artırar, nümuv mənasındadır, inkişaf etmə anlamındadır. Və xanım zəkiyyə sözünün mənalarından biri də xanımın çoxlu bərəkətli olması deməkdir. Ki, bütün əymi əthar xanımdan, xanım imamətin sanki bir zərfidir, bir qabıdır. Ona görə də adlarından biri də mübarəkədir. Və İsmü Zəhra, ki, gələk Zəhra adına, İbn Abbasdan nəql olunur ki, Həzrət Rasulullah sallallahu aleyhi və səlləm buyurdu ki, əmmə ibnəti Fatimə, qızım Fatiməyə gəlincə, fəinnəhə seyyidəti nisəil aləminə minəl əvvəlinə vəl-axirin. Həqiqətən də mənim qızım Fatimə əvvəlkilərin və sonrakilərin hamısının qadınlarının xanımıdır. Məryəm əleyhissalam qadınların xanımıdır, amma zamanəsinin. Fatimə Zəhra salamullah aleyha əvvəlkilərin və sonrakilərin dünya və axirət qadınlarının xanımıdır. Və hiyə səmərətü fuadi qəlbimin meyvəsidir. Və hiyə ruhiyyəlləti beynə cəmbeyyə, iki tərəfimdə olan ruhumdur. Və hiyəl havrəul insiyyə, insan horisidir. Zəhərə nuru həlli mələkəti səmavat. Onun nuru göylərin mələklərinə işıq saçar. Necə ki, səmadakı ulduzlar yer əhlinə işıq saçır. Belə bir ali kamilliklərə məxsus olan bir xanımdır. Amma Peyğəmbərdən sonra çox əziyyətlərə düçar oldu, çox məşəqqətlərə düçar oldu. Hələ Peyğəmbər dünyasını təzə dəyişmişdi, xanımın evinə hücum olundu, xanımın evinin qapısını yandırdılar, yandırmağı da cəhd etdilər. Dedilər ki, İnnə fiyhə Fatimə, sən ki bu qapını yandırmazsan, odun toplamısan qapıya, içəridə Fatimə var, Peyğəmbərin qızıdır. Və inkən, olsa da belə. O qapı ki, Həzrət Rasulullah sallallahu aleyhi və səlləm 6 ay Təthir ayəsi nazil olduqdan sonra, yəni Əhzab surəsi 33-cü ayə ki nazil oldu. İnnəmə yuridullah liyuzbə ankum rissə əhləl beyt və yutahhirakum təthira. Ey əhl beyt, yalnız Allah sizi çirkinliklərdən uzaq tutmaq iradə edib və sizi pak-pakizə qərar verib. Bu ayə deyir nazil olduqdan sonra hədis mənbələrimizdə var bu hədis. Allah Rəsulü sübh namazına gələndə, gələrdə, durardı Fatimənin qapısında, deyərdi, Əssəlamu aleykum ya əhləl beyt, salam olsun sizə ey əhl-i beyt. Sonra bu ayəni oxuyardı, Təthir ayəsini oxuyardı, sonra Əs-salat deyə, namaz deyə səslənərdi. 6 ay Peyğəmbər bunu ümmətə göstərdi. O qapı ki, Həzrət Rasulullah gələrdi, qapıya icazəsiz belə girməzdi Allah Rəsulü. Deyirdi, Ədxulu ya Fatimə, ki, Fatimə içəri daxil ola bilərəmmi? Amma ümmət üzü dönüklük etdi. Allah Rəsulü hələ təzə dünyadan köçübdür. Bu hadisələr, belə bilməyin ki, elə xanımın o vəfat günü ərəfəsində olub. Bu hadisələr öncədən oldu. Xanımın vəfatından hələ bir 70 gün və ya 90 gün öncələr oldu. Peyğəmbər vəfatından bir həftə heç keçməyibdi. Qısa müddətdə baş verən hadisələrdir. Bunlar xanıma çox pis təsir etdi. Ümmətin üzü dönüklüyü. Gəldi Peyğəmbər məscidində, o məşhur fədəh xutbəsini etdi, haqqı insanlara bəyan etdi, insanları haqqa dəvət etdi. Amma nə edək ki, insanlar dünya sevgisinə daha çox bağlı oldular. Dünya sevgisi gözlərində daha çox zinətli görsəndi. Bəziləri rəyasət sevgisi, dünya sevgisi deyəndə bu demək deyil, elə var dövlətə qaçdılar, yox. İnsanın liderli sevgisi, rəyasət sevgisi elə ən böyük dünya sevgisidir. Bizə bəzi hədislərimizdə də var ki, Siddiqlərin qəlbindən ən son çıxan nədir? Hubbur riasə, liderliyi sevmək.
başçılığı sevmək. Böyük alimlərimizdən birinin bir söz var, deyir ki, hamı deyir İslamı sevir, amma bir şərti ənə, mən şərti ilə. Yəni, əgər mən başlayamsa, onda bu əladır. Yox, mən bu başda deyiləmsə, başlayır neyləməyə? O insanların əməllərini gözdən salmağa, vurmağa, aşağılamağa. Çünki özünü mömin daha, amma istəyir özü başda olsun ki, onda o toplumu sevəcək. Yox, o toplumun başında deyilsə, onda onları necə gözdən salacaq. İnsan belə bir xarakterə sahibdir. Ki, bəziləri də belə oldular. Rəyasət sevgisi Allah və Peyğəmbərinin hökmlərini tapdamalarına gətirib çıxartdı. Onu arxa çevirmələrinə gətirib çıxartdı. Bütün bunlar xanım Zəhra salamullahi aleyha çox pis təsir etdi. Ona görə Allah Rəsulundan vəfatından sonra bəzi rəvayətlərə görə 70 gün və ya 75 gün, bəzi rəvayətlərə görə 95 gün. Ona görə biz Əyyam-ı Fatimə deyirik ya. Yəni, biri gəlir Cəmadü-Saninin 3-ünə 95 gün desə əgər, obrisi isə Cəmadül əvvəl ayının 13-ündə şəhid olduğu tarix mənbələrdə qeyd olundu. Və ümmətdən küsülü halda getdi. Çünki xanım Zəhra salamullahi aleyha ümmətin imtihanıdır, ümmətin sınağıdır. Biz bu sınaqdan keçə bilmədik. Əhl-i Beyt keçdi sınaqdan. Peyğəmbər və Əhl-i Beyt bəşəriyyət üçün sınaqdır. Xüsusilə Əhl-i Beyt müsəlman toplumu üçün sınağı idi. Amma müsəlman toplumu, İslam ümməti bu sınaqdan biz kəsildik, biz keçə bilmədik. Hətta biz məsələn bugün Peyğəmbər Əhl-i Beytin sevənləri Əhl-i Beyt məktəbindəyik. Əgər biz də məsələn yaşam tərzimiz, həyat tərzimiz Əhl-i Beytə uyğun deyilsə, biz də bu sınaqdan kəsilmişik, bunu biləsiniz. Təkcə gəlib məsələn əzadarlıq məclisi keçirmək, ağlamaq, bu ilə də rahatlanmaq ki, bu ilə biz cənnət əldə edəcəyik, məsələ bu qədər bəsit deyil, bunu bilək. İnsan gəlsin xanım Zəhraya ağlasın, amma evindəki Fatiməni incitsin, onun haqqını tapdalasın, onun haqqını verməsin. Bu uyğun gələ bilməz. Əhl-i Beyti sevən, Peyğəmbər və Əhl-i Beytin sevən pis əməllərdən uzaq olar. Xəta əməllərdən, günah əməllərdən uzaq olar. Necə ki bir hədisimizdə buyurur, Hubba Əliyun la tadurru məhə eyyü seyyiə. Əlinin sevgisi elə bir sevgidir, heç bir pislik ona zərər verə bilməz. Bəziləri belə başa düşür ki, yəni Əli əleyhissalamı sev, ondan sonra nə istəyirsən elə, narahat olma. Sən ki Əlini sevmirsən, qiyamətdə bunun şəfaəti olacaq. Yox, bu cür deyil. Hədis bu mənada deyil. Bu mənada başa düşürsə, nəfsimizə xidmət eləyən mənadır bu. Hədis bizə bunu demək istəyir ki, Əli əleyhissalamı sevmək elə bir dəyərdir ki, insan bu dəyərə sahib olsa, pisliklər ona tərəf gəlsə də belə dəf eləyəcək o pisliyi. Pislik ona toxunanmayacaq, özünü qoruya biləcək. Allah Teala bizi inşallah Peyğəmbər və Əhl-i Beytin yolu ilə gedən qullarından qərar versin inşallah. Allah and verir izzət-i cəlalına qiyamətin günündə bizi Muhammed və Ali Muhammeddən ayrı salmasın. Və qiyamətin günündə bizi Peyğəmbərin, Əli əleyhissalamın, xüsusilə xanım Zəhra salamullahi aleyhanın şəfaətin nəsib eləsin. İbadət və itaətlərimizin qəbul olunması, günahlarımızın əfv edilməsi, barəmizdə xeyirli olan dilimizə gələn, gəlməyən, qəlbimizdən keçən dualarımızın müstəcab olması üçün xanım Zəhra salamullahi aleyhanın pak, mütəhhər ruhuna salavat zikr edir.